üçün sıxıcı və üzgün bir gün oldu. Nəyə görə? Çünki həqiqətən farkına vardım ki, həqiqətən ciddi mənada uşaqlar evin neşəsidir. Arkadaşlar, buradan valideynlərə səslənirəm. Həqiqətən uşaqlarımızın qədrini bilin. Çünki insanın həqiqətən ən yaxın olduğu, ən yaxın dostluq elədiyi bir müddətdən sonra övladları olur. Çöl bayır hamısı yalan olur. Adam övladlarının yoxluğunda çox qəribsiyir. Bugün mən tamamilə o günü keçirtmişəm, yəni bildiyiniz. Evi yığışdırdım, nəm yenə Zeydlə oynadım, nəm telefona baxdım, başımı qatmağa çalışdım, amma gördüm ki, o deyil, yəni. Uşaqların adicə belə, yəni ortalıqda boş bekar fırlanmaları belə mənim üçün neşələnmək üçün bir səbəbdir. O da o sabah, bugün qaldılar, da bir şey demədim onlara. Qoy doyunca oynasınlar, uşaqlıqlarında, yadlarında qalacağı bir arkadaşlıqlar, dostluqlar olsun. Amma sabah ilk işim gedib uşaqları götürməkdir arkadaşlar. Bir də çətin qalanlar məndən ayrı onlar geçsələr, mən də gedəcəm onlarla bir yerdə. O da videomu burada sonlandırıram.